Bu gün sizə çox nadir bir sindrom haqqında danışmaq istəyirəm. Markus-Gunn sindromu haqqında. Markus-Gunn sindromunu yəqin ki, adını eşitməsəz də, amma bəziləri öz uşaqlarında bunu görüb. Çox nadir bir sindromdur. Sindromda uşaqda bir tərəfli göz qapağının sallanması, buna biz ptoz deyirik, göz qapağında sallanma və çox maraqlı bir hadisə baş verir. Uşaq ağlayanda, güləndə, çeynəyəndə uşağın ağız hərəkətləri ilə eyni vaxtda göz qapağında hərəkət, tərpənmə, əsasən göz qapağının qalxması, düşməsi kimi bir sinkroniziya görə bilərik. Markus-Gunn sindromu əsasən anadan gəlmə bir sindromdur və sinir sisteminin formalaşması dövründə sinir lifləri arasında bir anormal əlaqələr nəticəsində yaranır. Bəzi uşaqları valideynlər həkimə göstərəndə bu uşaqlarda təzyiq əlamətləri var kimi bunu deməli qələmə verə bilərlər, amma burdan mən sizə videolarda göstərəcəyim. Biləsiz ki, Markus-Gunn sindromu bir anadan gəlmə qüsurdur. Bu kəli-daxili təzyiqlə heç bir əlaqəsi yoxdur. Bu sindromu tanımağınızı istəyirik, amma hər halda uşağınızda qeyri-adi bir üz hərəkətləri, miyokloniya kimi bu göz qapağında bir dəyişikliklər, ağız bucağında bir dəyişikliklər hiss eləyirsinizsə, mütləq şəkildə uşaq nevroloquna müraciət edib professional məsləhət alın.